Женский rod, qadın cinsi. Sonu A yayla bitən sözlər. Lakin istisna evimizin kişiləri. Papa, ata, dədə, əmida, deduşka, baba, yoldaşa, gəncə olan, muşina, kişi, suca, hakim. Sonra sonu j, ş, ç, şa, mehdiznaklı bitən sözlər. Yəni şırıltıdan sonra mehdiznak gələrsə bilin ki 100% o söz qadın cinsidir. Nolç məsələn. Sonra sonu v mehdiznaklı bitən sözlər. Məsələn, obuf, любовь. Sonu z-nın mehdiznaklı bitən sözlər. Məsələn, жизнь, həyat. Sonu al, yal ilə bitən sözlər. Lakin mindal badam deməkdir. Bu söz istisna badamı kim yer? Elə də yadınızda saxlayın kişilər. Sonu oz, yeslə bitən sözlər. Yunus məsələn gətiririk və bəzi məhkiznakla bitən sözlər ən çox rast gəlinən belə bir deyəcəm, belə bir qanunu yadınızda saxlayın. Ten əslində kölgədir, sadəcə teni belə gözünüzə çəkdiyim ten kimi yadınızda saxlayın. Teni çəkib roldan rola girir, ərinir deyə. Tendə roldur, len ərinməkdir. Bol ağrıdır, mazoldan ağrı təkir, bol, mazol, evə aid nərik, kravatı da biz çək eləyirik, titrat, dəftər, bir də dver, qapı. Ən çox bunlar düşünürlər hansılar ki, qadın cinsinə aiddirlər. Bir də dişi at, lошадь. Bu sözü də yadınızda saxlayın. Bunu da tez-tez salırlar.